Alimlerden biri buyurur ki, əslində əxlaq Allah'ı görərək yaşamaq ve Allah'ı görərək yaşayarken diğer insanların sənə verdiği əzadan, cəfadan Allah'a sığınmaqdır. Onların verdiği əziyyətlər, cəfalar sənin Allah'a yönələrək, Allah'ı görərək yaşadığına görə o qədər də sənə təsir etmir. Çünki sən bir hədəf üçün, bir qayə üçün yola çıxıbsan. Bu çıxdığın yolda bir hədəfin var, Allah'ın razılığını qazanmaq. Allah'ın razılığını qazanmaq asandır, təbii ki, xeyr. Bu zaman yolunda bir çox əngəllər, maniyələr durmağa başlayacaq. Əxlaqlı olduğun halda səni əxlaqsızlığa çəkəcək insanlar olacaq. Əgər sən hər addımında, hər işində Allah'a yönələrək Allah'ı xatırlayırsansa, ahirət üçün çalışırsansa, bu zaman o çətinliklərə, məşəqqətlərə sinə gələcək və uca Rəbbimizin razılığını qazanmağa çalışacaqsan.